İmam Hüseyin, ev isteyen var, ya İmam Hüseyin. Evi olmayanlar ev nasip ettiğine, ya İmam Hüseyin. Evlat isteyene evlat nasip ettiğine, ya İmam Hüseyin. Yine Ebu Hureyre'den, Allah ondan razı olsun, rivayet olunan hadiste Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah Tebaraka ve Teala belə buyurdu. Yani hadis qüdsi hadisdir. Allah buyurur ki, mən şirkə ehtiyacı olmayan birisiyəm. Kim bir əməldə başqasını mənə şərik qoşarsa, onu da, şirkini də tərk edərəm. Hədisi İmam Müslim rivayet edir. Allah təkdir, tək olaraq ibadətə layiqdir. Yerlərin, göylərin içində olan Rəbbi Allahdır. Deməli, ibadətə layiq olan da kimdir? Allahdır. Allahın heç kəsə ehtiyacı yoxdur. Allahın şəriklərə ehtiyacı yoxdur. Allahın yardımçılara ehtiyacı yoxdur. Bu hədis göstərir ki, Allaha şərik qoşmaq necə də pis bir əməldir. Və Allaha şərik qoşan bilsin ki, Allah onu da şirkini də tərk eləyər. Allah da şirk heç kəsə bağışlamır. İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma duna zalika limen yasha. Allah şirki heç kəsə bağışlamaz. Ondan aşağı bütün günahlar istədiyinə bağışlayar. Və bütün peyğəmbərlərin gəlmə səbəbi, kitabların göndərilmə səbəbi məgər tək bir Allah ibadət deyilmi? Şirkdən insanları çəkindirmək deyilmi? Əlbəttə, vallahi elədir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Bütün rəsulların göndərilmə məqsədi, qayəsi tövhid olub və insanları şirkdən çəkindirmək olub. Biz hər bir ümmətə Allaha ibadət edin, bütlərdən çəkinin deyən rəsullar göndərdik.